Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Aziz dostlar, kimlerin duası Allah tərəfindən qəbul olunar? Dua insanın Allahla əlaqəsinin ən təbii formasıdır. İnsan öz acizliyini, ehtiyaclarını və arzularını dua vasitəsilə uca yaradanına bildirir. Quranda dəfələrlə vurğulanır ki, Allah duaları eşidən və cavab verəndir. Bununla belə bəzən insanlar dualarının cavabsız qalmasından gileylənirlər. Burada sual yaranır, Allah duaları qəbul etdiyini buyurduğu halda niyə bəzi insanların duaları cavabsız qalır? Gəlin bu məsələni Quran-ı Kərim ayələri əsasında araşdıraq. Allah duaları eşidəndir. Quranda dəfələrlə qeyd olunur ki, Allah duaları eşidəndir və o dualara cavab verəndir. Bəqərə surəsi 186-cı ayədə bu haqda bildirilir. Qullarım səndən mənim baramda soruşsalar, mən onlara yaxınam. Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da mənim çağırışımı qəbul edib mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər. Nəml 62-ci ayə. Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yeryüzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbud mu var? Siz necə də az düşünürsünüz? Gafur surəsi 60-cı ayədə isə bildirilir. Rəbbiniz dedi, mənə dua edin, mən də sizə cavab verim. Həqiqətən mənə ibadət etməyə təkəbbür göstərənlər cəhənnəmə zəlil olaraq girəcəklər. Belə məzmunlu ayələr Quranda çoxdur və bu ayələrdən göründüyü kimi Allah insanın səmimi duasına cavab verir, lakin duanın qəbulunun şərtləri və səbəbləri mövcuddur. Kimlərin duası daha tez qəbul olunur? Quranda açıq şəkildə bildirilir ki, imana sahib olan və yaxşı əməl edənlərin duaları qəbul olunur. Əş-Şura surəsi 26-cı ayə. O iman gətirib, yaxşı əməllər edənlərin duasını qəbul edər və öz lütfünü onlara artırar. Kafirlər üçün isə şiddətli əzab hazırlanmışdır. Bu ayə göstərir ki, iman və salih əməl dua qəbulunun əsas şərtlərindəndir.